Bakıda 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçirilir. Forumda dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, nəqliyyat və logistika şirkətlərinin rəhbərləri, eləcə də sahə üzrə ekspertlər iştirak edirlər. Forum çərçivəsində Xəzər regionunun nəqliyyat və tranzit potensialının artırılması, beynəlxalq yükdaşımaların inkişafı, regional əməkdaşlığın möhkəmləndirilməsi və logistika sahəsində innovativ həllərin tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı. Burada yalnız Avropa və Asiya-Avropa bağlantısı deyil, eyni zamanda biz bugünkü gündə Orta Asiya ilə Türkiyə arasında ticarət dövrəsindən də danışırıq. Yəni Türkiyə hazır məhsulların Orta Asiya ixracı, eyni zamanda Orta Asiyadan da dediyimiz kimi həm hazır məhsullar, həm xam malların ixracından danışırıq. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yükdaşımalar Departamentinin direktoru Sübhan Əbilov bildirdi ki, Azərbaycanda nəqliyyat və logistika sahəsində yaradılan əlverişli şərait ölkəmizin beynəlxalq yükdaşımalarda rolunu daha da gücləndirib. Bundan başqa, Azərbaycan təkcə tranzit ölkə kimi deyil, həm də beynəlxalq yükdaşımalar bazarında fəal iştirak edən və daşıyıcı funksiyasını uğurla yerinə yetirən ölkə kimi mövqeyini möhkəmləndirir. Rəqəmlərlə ifadə etsək, 2020-ci ildə Azərbaycandan tranzit yük daşımalarının həcmi 1,5 milyon ton idisə, artıq 25-ci ildə 7 milyon ton olmuşdur. Təxminən 4 dəfədən çox bir artım qeydə almışdır. Azərbaycanın beynəlxalq yük daşımaları coğrafiyası Monqolistan və Çindən başlayaraq Böyük Britaniyadək uzanan 51 ölkəni əhatə edir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müşaviri Emil Məmmədovun sözlərinə görə Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını bir neçə dəfə artıracaq. Eyni zamanda orta dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizi ölkənin tranzit və yükdaşıma imkanlarını ciddi şəkildə genişləndirəcək strateji əhəmiyyətli bağlantıdır. Zəngəzur dəhlizi hansı ki ölkənin ötürücü qabiliyyətini bir neçə dəfə artıracaq və ölkə üzərindən aparılan yüklərin həcmini kəskin şəkildə artırmağa imkan verəcək. Son illər qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər Xəzər regionunun strateji əhəmiyyətini daha da artırıb. Bu baxımdan Azərbaycan öz əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və tranzit potensialı ilə regionun əsas logistika mərkəzlərindən birinə çevrilməkdədir. Şimdi tabii son dönemde İndi əlbəttə son dövrün ən çox müzakirə olunan mövzusu orta dəhliz mövzusudur. Xüsusilə söhbət Avropa İttifaqı ilə Orta Asiyanın bağlanması mövzusundan gedir. Burada əlbəttə baxdığınız zaman Türkiyə və Azərbaycan ən kritik ölkələr olur. Türkiyə Avropa İttifaqının girişi kimi görülür. Xəzər dənizinin mərkəzində kilit nöqtəsi olaraq isə Azərbaycan görünür. Mərkəzdə kilit noktası Azərbaycan görülüyor. Litvada fəaliyyət göstərən Nəqliyyat İnnovasiyaları Assosiasiyasının meneceri Julius Skakauskasın sözlərinə görə ölkəsi Mərkəzi Asiya və Çin istiqamətlərində yük daşımaların genişləndirilməsi məqsədi ilə orta dəhlizin təqdim etdiyi imkanlardan istifadə etməkdə maraqlıdır. Litva çox güclü nəqliyyat ölkəsidir. Ümumi daxili məhsulumuzun 20% nəqliyyat sahəsinin payına düşür. Biz bu dəhlizdən malların Avropadan Mərkəzi Asiyaya və Çinə tədarükü üçün istifadə etmək istəyirik. Bu çox vacibdir və əlbəttə ki, biz bu dəhlizi daha effektiv və daha sürətli etmək üçün dəstək vermək istərdik. Azərbaycan nəqliyyat qovşağıdır. Litvanın orta dəhlizdən istifadə etməsi üçün böyük imkanları var. Forum çərçivəsində orta dəhlizin inkişaf perspektivləri, şərq-qərb və şimal-cənub nəqliyyat marşrutlarının səmərəliliyinin artırılması, rəqəmsallaşma, multimodal daşımalar, liman infrastrukturu və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi mövzularında panel sessiyalar təşkil olundu. Rəşad Vəkiloğlu, Məhəmməd Həsənzadə, Space xəbər.